Bələdiyyəni mən ömrü boyu yollarda görməmişəm. Bələdiyyənin vergisi kimə köçür? Bələdiyyənin bizdə yoxsa 500 hektar torpağı var. Bələdiyyənin 500 hektar torpağının vergisi hara köçür? Bax, buradan Saatlı rayon icra hakimiyyətinə müraciət edirəm. Xahiş edirəm, baxın. Yollarımız bu gündədir. Uşaqlarımız məktəbə gedə bilmir. Bərbad gündədir. Bərbad gündədir. And olsun Allah, bax düşüblər bax. Sonra qalıb özümüzə. Bax, traktorla düşüblər. Bundan başqa çarəyə qalmır. Suları bax belə yarırlar. Qalletdirlərə. Bu körpə uşaqlar nağarsın, necə geçsin məktəbə? Məktəbə maşınımız da yoxdur. Başını xanlar kəndə də verməyiblər. Bu uşaq buradan nətər keçsin? Bax, bir dənə mən deyirəm, sizsiz, baxın. Baxın, ay cavahat. Buradan uşaq məktəbə gedə bilər. Buradan Uşağı valideyn çiğnində aparmalıdır, o maşında. bizim gözəl cənab prezidentimiz var. Müraciət edirik ona, xahiş edirik. İnşallah, bax, bu illəri. Mən deyirəm ki, bu illər bizim bu yolumuza atfal çəkilsəydi, atfal dedik, dağ dedik, buldozer. Yola hamarlayan olmadı. Çox çətinlik çəkdik. Bax, işimiz buna qalır. Belə də olmalıdır. Bizim kəndimizin cahanlarda Allah canlarına dəyməsin. İşləyirik də. Bir də özümüzə qalıb işimiz. Baxın, bax, bu başdan, o başdan, bax, bura gəlirlər bu yetimlər. Nə var, uşaqlar məktəbə edəndə ayaqları batmasın. O kredini bizə vermədilər. Uşaqlara deyəsən, Avtobusumuzu niyə bu günə qoydular? uşaqlara avtobus da verməyiblər deyəsən, eləmi? Bəli, avtobusumuz da yox. Bir avtobusla söhbət yedmir. Heç olmasa bir də atval verirdilər. Bir dənə atval, sarı o buldozer var ha. Ha. Bax buldozerdan bir dənə bunu yıxsın ortaya, bu yolları. Var da, krebil var qıralarda. Yıxsınlar bura, olsun yol. Allah köməyiniz olsun. Hər bu balaca o ekskavatorun vermirlər ki, bu suyu buradan yaraq. Öz əlimizin qüvvəmizə qalır. Bu niyə bir dəfə? Texnika düşüb, tutmuşuq texnikanı, Allah kömək olsun. Nə qayra? Fəaliyyəti nədir? Bələdiyyəni mən ömrü boyu yollarda görməmişəm. Bələdiyyənin vergisi kimə köçür? Bələdiyyənin bizdə yoxsa 500 hektar torpağı var. Bələdiyyənin 500 hektar torpağının vergisi hara köçür? Fərmanov Nərman. İndi deyəsən bu yaxınlarda o ərizəsini verdi, çıxdım. Mən eləcə məlumat tutmuşam. Mən məlumat tutduğuma görə bir ay 2 ay bundan qabaq o ərizəsini verib çıxıb. Bir, bizim icra nümayəndəmiz olsun. Mən öz kətimdir. Mən şikayətimi eləyirəm. Mən bu kəndin vətəndaşıyam. Mən bu kənddə yaşayıram. Mənim bu kənddə cəmaatım yaşayır. Bəli, icra nümayəndəsinə mən sentyabr ayından bəri, sentyabr ayının axırında Gündüz müəllimə, icra başçısının 2-ci mavinidir. Ruhid müəllimə 1-ci mavindir. İcra başçısının özü Elmir Bağırova xahiş elədi ki, bizim kəndimizə texnika verin. Bizim kəndimizə onlar texnika vermədilər, qardaş. Mən gündə Gündüz müəllimə 30 dəfə zəng eləmişəm. Gündüz müəllim bizim kəndimizə texnikanı verdi. Texnika gəldi, hardan qayıtdı, biz onu tapa bilmədik. Nəyin qırğını idi texnikanın qırğını? Yanacaq. And ola Allaha 3 il mən bu kəndin yolların kredilə verəndə öz cəmaatımdan mən 5 manat 10 manat yığıb o şey eləmişəm. Amma bu illəri biz texnikanı ala bilmədik ki, 10 manatdan biz pul yığaq. O texnikanı bu yollarımıza amaratdıraq. Bugünkü günümüzə görə. Bax bu qışa görə. Sentyabr, oktyabr, noyabr, dekabr, yanvar, fevral, mart ayına görə. Bu 5 ay bizim üstər eləyib bu yollarımızda. Nə ölümümüzü götürə bilmirik, nə toya gedə bilmirik, nə məktəbə bizim tələbələrimiz gedə bilmir. Nə bir dənə adam yolda hərəkət eləmir. Hər gün mən maşına 10 manat pul verirəm yuduzdurmağa. Hər gün Bakıya işləyirəm mən, yük maşını mənim maşınım. Kəndimlə asfaltın arası 2 kilometrdir. 2 kilometrdə hər gün mən 10 manat maşına pul verirəm yuduzdurmağa. Elə 10 manatı verərəm mən evimdə balalarım yeyərdə. Niyə görə verim ben suya girdim töküm yerə? Bəli, mənim bələdiyyədir, icra nümayəndəsi, heç biri sıfır. Mən deyirəm onu, sıfır nə oldu? Yoxdur olar. And ol Allaha, icra nümayəndəsini çağırıb icra hakimiyyəti nümayəndəsinin otağına gətirə bilmirik. Bələdiyyə də yoxdur, deyirlər infak vurub. Allah şəfasını versin, geçsin ərzəsini versin, işindən çıxsın. Bizim bələdiyyəmiz sıfırdır, icra nümayəndəmiz sıfırdır. Amma texnikanı bu illəri mən rayondan gətirə bilmədim. Niyə gətirəmədim? Dedə palavoz tökülüb. Ay qardaş, bir dənə bunun kredili var, bunun palavoz tökülə. 10 dənə orada texnika var. Palavozu götürməyə pullar yoxdur, göndərsinə mən kəndimə, mən düzəldim onu. Vallahi sürə bilmirlər, mən sürüm onu. Mən özüm görürsən, şoförəm. Traktorum da var, qazelim də var. İşləyirəm də, kənd təsərrüfatında işləyirəm. Qardaş, mən yolum olmayandan sonra kənd təsərrüfatında nə işləyəcəm?
Nağaracan.